Biz sizdən artıq yeni mövzuya başlayırıq və mən sizə deyirəm ki, informatikada ən vacib mövzulardan biridir. Çünki bundan sonra gələn proqramlaşdırma mövzusu da birbaşa bizim bugün başlayacağımız alqoritm mövzusundan əlaqəlidir. Çünki siz birinci məsələnin alqoritmini qurmağı bacarmalısınız ki, daha sonra onu proqramlaşdırma dilinə çevirə bilərsiniz. Bugün bir neçə mövzuya baxacağıq. İlk mövzumuz bizim alqoritm anlayışı və alqoritmin xassələridir. Gəlin baxaq nədir alqoritm. Alqoritm qısa desək, hər hansı bir işin görülmə qaydasıdır. Yəni istənilən bir iş ola bilər. İstəyir sadə bir şey, məişətdə gördüyümüz bir şey deyək. Kofenin dəmlənməsidir, hər hansı yeməyin bişirilməsidir, ev tapşırığının həll edilməsidir və yaxud da bizim qabaqda testlərdə baxacağımız belə deyək, müəyyən məsələlərdir ki, hamısının həlli bizdə alqoritmdir. Alqoritm belə deyək, tərif kimi desək, müəyyən məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığıdır alqoritm. İndi burada tərifin özündə də bir neçə nüans var ki, hansı ki, qabaqda alqoritmin xassələrində biz onları müzakirə edəcəyik. Sadəcə hələ bu qədərini bilsək bəsdir. Alqoritm bizdə addımlardan ibarət olur. Məsəl üçün, nümunə verilir burada, kofenin hazırlanması qaydası. Birinci addım olaraq nə edirik? Birinci addım olaraq su qaynadılır, sonra stəkana su tökülür, sonra lazımı qədər kofe, lazımı qədər şəkər, daha sonra da bizə qarışdırılır. Düzdürmü? Və burada hər hansı bir addımın yerini dəyişsək, nəticə bizdə fərqli olur. Bəzən heç ümumiyyətlə nəticə alınmır. Gəlin sizdən ilk öncə baxaq, bizim bu alqoritm nə deməkdir? Alqoritm Əl-Xarəzminin, türk alimi olan Əl-Xarəzminin adından bağlıdır. Əl-Xarəzminin ədədlər üzərində əməllərə həsr etdiyi Əl-Cəbr və Müqəvvəla əsəri 820-ci ildə təxminən Avropa dillərinə tərcümə olunanda Əl-Xarəzmi adı alqoritmi kimi göstərilir. Avropa dillərinə keçəndə hərf dəyişikliyindən alqoritmi kimi göstərilir və bundan sonra da bu tip məsələlər, məsələnin gedişatının qurulması hamısı bağlanır Əl-Xarəzminin adı ilə. Yəni daha doğrusu adlanır alqoritm. Bəs alqoritmin bayaqlar dedik, xassələri var. Hansı xassələri var? Yəni hər hansı bir hərəkətlər ardıcıllığının alqoritm olması üçün hansı xassələrə cavab verməsi lazımdır? Birinci xassə gəlir bizdə diskretlik. Latınca diskretus, ayrılmış deməkdir. Hər bir alqoritm icrası çətinlik törətməyən addımlardan ibarət olmalıdır. Yəni ki, ardıcıllıq aydın şəkildə addımlar halında göstərilməlidir. Yəni birinci olaraq biz bu addımı atırıq, ikinci olaraq bu addım, üçüncü olaraq da falan addımı. Qarşıda nümunədə baxacaq. İkinci xassəsi bizdə müəyyənlikdir. Buna bir adı da determinantlıqdır, determinantlıq xassəsi. Bu nə deməkdir? Biz birincidə dedik ki, alqoritm bizdə addımlardan ibarət olmalıdır. Düzdürmü? Və bu addımlar icraçı tərəfindən, istənilən icraçı tərəfindən aydın şəkildə başa düşülməlidir. İcraçı nədir? Kimdir icraçı? İcraçı bizdə alqoritmi yerinə yetirən obyektdir. İcraçı insan ola bilər, icraçı hansısa bir canlı ola bilər, icraçı robot ola bilər, hansısa bir qurğu, oyuncaq, ümumiyyətlə də bir iş görmək qabiliyyətinə malik hər hansı bir obyekt ola bilər. Alqoritm yerinə yetirən icraçı sayılır. Aydındırmı? Və alqoritm bütün icraçılar tərəfindən aydın başa düşülən tərzdə təqdim edilməlidir. Daha sonra bizdə gəlir kütləvilik xassəsi. Kütləvilik xassəsi nədir? Bizim tərtib etdiyimiz alqoritm tək bir məsələnin yox, o tip bütün məsələlərin yalnız ilkin giriş verilənləri dəyişməkdən bütün məsələlərin həlli üçün tətbiq oluna bilər. Məsəl üçün, mən inanıram ki, Fəridə məktəbdə öyrətməyəcək ki, 758 vuraq 592 neçə eləyir. Düzdürmü? Amma sənə çox rəqəmli ədədlərin vurulması alqoritmini öyrədiblər. Düzdür? Sən həmin öyrədilmiş alqoritmi mənim dediyim hasilə tətbiq eləsən, cavab alaşsan. Gördün, kütləvilik xassəsidir. Sadəcə ilkin qiymətlər dəyişdi. Daha sonra da bizdə gəlir nəticəlilik xassəsi. Nəticəlilik xassəsi odur ki, alqoritmin sonunda mütləq bizdə nəticə alınmalıdır. Nəticə yoxdursa, alqoritmdə yoxdur. Gəlin buna bir misalda baxaq. Nümunədə bizdə ABC tərəfləri ABC olan üçbucağın sahəsinin hesablanmasıdır.
Bilirsiniz hesablamağı. Heron düsturu yarım perimetrdən hesablanır. Düzdürmü? Birinci addımda biz nə qayırıq? Bura bax. Birinci addım. Biz A, B, C veririk. İlk addım olaraq üçbucağın tərəfləri A, B, C verilir. Bu birinci addım oldu. İkinci addımda yarım perimetre hesablanır. P bərabərdir, ya kiçik P ilə götürmüşük də. A üstə gələk, B üstə gələk, C bölək 2. Daha sonra bizdə burada Android'ə keçəndə səhvlik olub şeyləri göstərmir. Düsturun qalan hissəsini göstərmir. Yəqin ki, hamınız Heron düsturunu əzbər bilirsiniz. S nəyə bərabərdir? Kök altda P vuraq, P çıxaq A, vuraq P çıxaq B, vuraq P çıxaq C. Düzdür? Və yekun addımda da tapılmış sahə, yəni S çapa verilir. İndi gəlin bunu bayaqki alqoritm xassələrə baxaq. İlk xassə nə idi bizdə? Diskretlik xassəsi. Addım-addım verilibmi? Gördünüz, addım-addım verilir. Bu bizdə diskretlik xassəsinə aiddir. İkinci xassə aydınlıqdır. Baxın ki, bu rahat başa düşülürmü? Aydınlıq xassəsidir. Üçüncü xassə nə idi? Kütləvilik. ABC-nin istənilən ilkin qiyməti üçün tapmaq olar da A-nın 5 qoyma 4 qoy, 7 qoy. Fərqi yoxdur. Düzdürmü? Sadəcə qiymətli, iki qiymət dəyişir. Və yekunda da nəticə alınır. Bu da bizdə nəticəlik xassəsi. Aydındır? Bura qədər sual varmı? Yaxşı. Deməli, bu dərs burada, bu mövzu burada yekunlaşır. Biz amma buradayıq. İkinci mövzumuz alqoritm təqdim edilmə üsullarıdır. Alqoritm əsasən 3 cür təqdim olunur. 1. Adi sözlər. Məsələn, bayaqlar Heron düsturunu biz adi sözlərdən təqdim etdik ki, birinci bizdə yarım perimetre hesablanır, daha sonra tərəflər verilir, sonra yarım perimetre hesablanır, sonra da sahə hesablanır. Düzdür? Adi sözdən yazılı qaydada alqoritmin təqdim olunması bizdə birinci usuldur. Bu aydındır. İkinci usul bizdə, yəni təbii dildə təqdim olunur da. İkinci usulda bizdə blok sxemlərlə, qrafik usul olan blok sxemlərlə təqdim olunur. Blok sxemlərdən əsas 4-ünə baxacaq. İrəliyən dərslərdə biz sizin üçün daha asan hesablamaq üçün başqa bir neçə blok göstərəcəm. Hələ ki 4-ünü bilsək bizdə bəsdir. İlk olaraq bütün alqoritmlərin başında və sonunda gələn, başlanğıcında və sonunda gələn başlanğıc və son blokudur. Bu dəyirmi düzbucaqlıdır. Yəni oval deyil, dairə deyil, dəyirmi düzbucaqlı deyirlər buna. Alqoritm başlayanda sadəcə başlanğıc yazılır, sonundakında da son yazılır. Sonra bizdə gəlir paraleloqram. Paraleloqram nədir? Verilənlərin daxil edilməsi və xaric edilməsi. İndi bayaqki Heron düsturunun nümunəsində yenə baxacağıq. Sonra bizdə gəlir romb. Romb bizdə şərt blokudur, şərtin yoxlanması bloku və nəhayət yekunda bizdə nə gəlir? Əməliyyat bloku olan düzbucaqlımız gəlir. Yəni bütün hesab əməlləri, mənimsətmə operatorları, mənimsətmə məsələn A bərabər 5 yazılsa, o da bizdə əməliyyat blokunun içində veriləcək. Gəlin nümunə ilə baxaq. Bayaqki Heron düsturuna baxaq. Bizdə necədir? Görürsünüz, başlanğıc və son dəyirmi düzbucaqlıda verilir. Daha sonra A, B, C qiymətləri daxil edilir. Bunların qiyməti əvvəlcədən məlum deyil. Proqramın gedişatı zamanı, yəni alqoritmin icrası zamanı kənardan daxil edilir. Daha sonra nə olur? Birinci əməliyyat bloku gəlir. Yarım perimetri hesablanır birinci əməliyyat blokunda. Daha sonra ikinci əməliyyat bloku gəlir və yenə də bizdə Android'ə keçəndə oxuyan bir iftiyə bizdə X-lardan veribdir. Düsturu bilirik. İkinci əməliyyat blokunda da bizdə S, yəni sahə hesablanır. Daha sonra nə olur? S çapa gedir. Dedik ki, bu həm məlumatların daxil edilməsi, həm də xaric edilməsi blokudur da, düzdürmü? Burada ABC-ni daxil etmişik, burada da S-i çapa vermişik. Və yekunda bizdə nə oldu? Alqoritm bitdi. Bu, bayaqki sözlə təqdim etdiyimiz alqoritmin nə formasıdır? Blok sxemlə təsvir forması. Və biz bunun üstündə qalacaq nətəri? Bizim indən sonraki alqoritmlərə aid dərsimizin əksər hissəsi blok sxemlərin qurulmasına aiddir. Daha sonra bizdə gəlir üçüncü usul olan proqramlaşdırma dillərində təsviridir alqoritmin. Eyni baxsaq, bayaqki Heron düsturunun
Python proqramlaşdırma dilində təsvirini vermişik. Mənası eynidir. ABC qiyməti daxil edilir. Yarım perimetr hesablanır. Sahə hesablanır və sahə çapa verilir. Bunu gələcək dərslərimizdə Python keçəndə keçəcək. Amma sadəcə deyək ki, alqoritmin təsvir edilmə üsullarından biri də nədir? Blok sxemlə təsvirdir. Blok sxemlərin proqramlaşdırma dillərində təsvirdir. Aydındır? Sual var bura qədər? Okey. O zaman gəlin biz sizdən baxaq alqoritmin növlərinə. Alqoritmin növləri. Alqoritmin 3 növü var. Xətti, budaqlanan və dövr alqoritmlər. Gəlin ən sadəsi olan xətti alqoritmdən başlayaq. Xətti alqoritmlər bizdə nədir? Mən də xətti demişəm, mənim xəttimdə lap qəşəngdir. Xətti alqoritmlər bizdə odur ki, əgər alqoritmdə qeyd olunan addımlar, yəni alqoritm təşkil edən addımlar bir-birinin ardınca heç bir kənara çıxma olmadan ardıcıl yerinə yetirilirsə, bu necə alqoritmdir? Xətti alqoritmdir. Misal üçün göstərək, bayaqki nümunədə baxdığımız Herodes üsuludur da. Bizdə nə idi? Başlanğıcda başlanğıc bloku verilirdi. Başlanğıc blokundan sonra bizdə nə gəlirdi? Ha? Paralelogramda bizdə A, B və C verilirdi. Daha sonra 2 dənə əməliyyat bloku gəlirdi, düzdürmü? Hesablanırdı yarım perimetr. A üstə gələk B, üstə gələk C, bölək 2. Daha sonra da hesablanırdı nə? S. S bərabər idi kök altda P vuraq, P çıxaq A, vuraq, P çıxaq B, vuraq, P çıxaq C. Düzdürmü? Daha sonra da bizdə nə idi? S çapa gedirdi. Və son. Və fikir verin bir şeyə. Alqoritm bloklarını mən oxlarla birləşdirdim. Oxlar hərəkətin istiqamətini bildirir. Bu bizdə oldu xətti alqoritm. Sonra bizdə gəlir budaqlanan alqoritm. Baxsaq bizdə xətti alqoritmdə bayaq göstərdiyim bloklardan hansı çatmır? Romb çatmır da şərt bloku. Xətti alqoritmdə şərt bloku bir qayda olaraq olmur. Şərt bloku bizdə ancaq budaqlanan və dövr alqoritmlərdə olur. Gəlin sizə budaqlanan alqoritmə aid bir nümunəyə baxaq. Budaqlanan. Deməli, eyni qaydada biz başlanğıc bloku veririk. Başlanğıc bloku sayacağım. Sonra bizdə verilir, məsəl üçün, A götürək bir dənə. A bərabərdir 4. Daha sonra şərt verirəm. Şərt yoxlanışa verirəm ki, A böyükdürmü 0-dan. Və buradan artıq bizdə 2 budaq çıxır. Biri hədir, biri yoxdur. Əgər yoxdursa, mən deyirəm ki, A bərabərdir, A vuraq 2. Hədirsə, A bərabərdir, A vuraq A. Və hər ikisi bizdə gəlir nəyə? A-nın çap edilməsinə. Və son. İndi bunun nəticəsi nə olacaq kim deyər? Hə, 16. Cavab 16 olur. Baxırıq, A bərabərdir 4. Yoxlanır. A 0-dan böyükdürmü? Böyükdür də, şərt ödəndi. Hə, düzdür. Onda A nəyə bərabər olacaq? A vuraq A-ya. Yəni ki, A bərabərdir 4 vuraq 4-ə. A-nın təzə qiyməti nə elədi? 16. Bilirəm, bu dəqiqəsinin başınızı qarışdıran belə bir şey çıxır ki, biz riyaziyyatda heç belə keçməmişik. A bizdə 4-dürsə, axıra qədər 4 gedir. Düzdürmü? A dəyişəninin qiyməti 4-dürsə, elə bir qayda yoxdur ki, axıra qədər 4 gedəcək. Çünki adı üstündə dəyişən. Dəyişən nədir? Qiyməti dəyişənə deyilir. Düzdür? Biz indən sonra bu qayda alışın buna qiymətlər dəyişəcək. Cavabda nə çıxdı? 16. Dövri alqoritmlərdə bizdə dövri alqoritmlərdə də rombdan istifadə olunur, yəni şərt blokundan. Amma alqoritmin əməliyyatları dövr edir.
Gəlin baxaq. Yazaq. Dövrü. Yenə də eyni qayda. Bax, fikir verin, bizdə hamısında başlanğıcla başlayıb, sonunu qutarır. Axırı i. Dövrü. Başlanğıc. İndi baxaq, bizdə nə verilir? Bizdə bir neçə dəyişən verirəm. Deməli, A bərabərdir 1, B bərabərdir 1, 0. B bərabərdir 0. C bərabərdir 1200. Və şərt gəlir. Şərtdə mən yoxlayıram. A böyükdür C-dən. Yox. Yoxdursa mən yazıram. A bərabərdir A vuraq 2. B bərabərdir B üstə gələk 1. Və dövrə qayıtdır. Buradan da bizdə H-dən çıxardıram ki, A və B-ni çap elə. Və son. İndi gəlin baxaq. A-nın birinci qiyməti nədir? 1. B-nin qiyməti nədir? 0. C-də 1200-dür də, düzdür? A bizdə C-dən böyükdürmü? Deməli, bax, belə hesablayaq da. A-nın qiyməti 1-dir, B-nin qiyməti 0-dır da, düzdür? Okey. Biraz belə aparaq. A-nı ağarırıq, əgər yoxdursa. 2-yə vuruq. Neçə nədir? 2. B-nin qiyməti neçə eləyəcək? 1. Yoxlayırıq. A 1200-dən böyükdürmü? Yox. 2-yə vururuq. 4. Üstə 1 gəlirik. 2. Yenə yoxlayırıq. Olmur. 8. Bu da eləyəcək 3. 16 eləyəcək 4. Və bu qayda davam eləyir. Ta ki neçəyə qədər? 2048-ə qədər. 2048 B neçə eləyəcək? 12. Yəni burada 11 edir. Balaca bir səhvimiz. Qulaq as. Deməli, bu bizdə oldu dövr alqoritmi. Və dövr alqoritmində belə bir şey var. Dövr alqoritmin, daha sonra dövrün gövdəsi. Dövrün gövdəsi nədir? Dövrdə təkrarlanan bloklardır. İndi burada dövrdə neçə blok var? 2 blok var da. Bir bu blokdur, bir də bu blokdur. Düzdür? Bizdə onda bu alqoritmdə dövrün gövdəsini təşkil edən blokların sayı neçə oldu? 2 oldu. Dövr alqoritmlərin özündə 2 növü var. Bir-birindən çox fərqləndir. Var ön dövrü, ön şərtli və son şərtli. Bu bizdə ön şərtlidir. Çünki şərt qabaqda verilir. Dövrə girəndə şərt verilir, sonra dövrün gövdəsi gəlir. Düzdürmü? Yəni, şərt dövrün gövdəsindən əvvəl gəlirsə, bu ön şərtlidir. Şərt dövrün gövdəsindən sonra gəlirsə, son şərtlidir. Bu bizdə ön şərtlidir. Aydındır? Əməliyyatlar yerinə yetirilib yoxlansaydı, bizdə son şərtli alınır. Bir də bir şey deyim, budaqların alqoritmi özündə 2 növü var. Bu bizdə tam budaqlanandır. Tam budaqlananda hər iki budaq olur. Yəni, hər budağı da olur, yox budağı da olur. Aydındır? Bir də var natamam budaqlanma. Natamam budaqlanmada 2 budaqdan biri olur. Natamam budaqlanmaya sadə bir misala baxaq. Başlanğıc. Bizdə gəlir, götürürük, məsəl üçün. A bərabərdir 5. Şərt verilir. A böyükdürmü 3-dən? Hə? A bərabərdir A üstə gələk 2. A-nı çapa ver və son qutardı. Bu bizdə natamam budaqlanmadır. Natamam budaqlanma. Aydındır? Başa düşdünüz?